Həqiqətən insana Allah subhanahu wa ta'ala çox böyük neymətlər verib. Hər bir neymət şükrə layiqdir. Ancaq bizə verilən hidayət neymətindən daha böyük neymət yoxdur. Çünki Allah subhanahu wa ta'ala hidayəti hər kəsə vermir. İnsan bu dünyaya nə üçün gəlib? Gəlib ki, ibadət eləsin. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə xəlq etdim. Və elhamdülillah Allah subhanahu wa ta'ala kimə hidayət veribsə, gərək o neyməti qədrini bilsin və eyni zamanda Allah subhanahu wa ta'ala'dan o neymətin üzərində sabit qalmaq istəsin. Bir çox insanlara hidayət gəlir, ancaq ki, sabit qala bilmir. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm hər zaman dua eləyərdi. Allahumma ya muqallibəl qulubi, thəbbit qalbi alə dinik. Allahumma ya musarrifəl qulubi, sarrif qalbi alə taatik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi dinin üzərində sabit et. Və eyni zamanda dua edərdi ki, və ya musarrifəl qulubi, sarrif qalbi alə taatik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi itaətin üzərində sabit et. Başqa bir duada da eyni zamanda Allahumma ərinəl haqqa haqqan varzuqna ittiba'a və ərinəl batilə batilən varzuqna ictinabə. Allahım, mənə haqqı haqq kimi göstər, ona tabi olmağı mənə müvəffəq et. Və ərinəl batilə batilən varzuqna ictinabə. Batili mənə batil kimi göstər, ondan çəkinməyi mənə nəsib et, müvəffəq et. Ona görə Allah subhanahu wa ta'ala insana hər şeyi göstərir həyatda. Hər bir şeyi. Haqqı da göstərir, batili də göstərir. Sadəcə insan dua etməlidir. Dua ilə ona çatmaq olur. Və ondan sonra sabit qalmaq üçün də o bizim əlimizdə deyil. Ona görə insan istəyir ki, yaxşı olsun hər şey, sabit qalsın, dinində möhkəm olsun. Ancaq ki, bəzən bacarmır. Necə ki, İbn Qayyim rahimehullah'a bir sual verilir ki, günahları tərk edə bilməyən bir insan sual verir, bir cavan, gənc bir insan sual verir, deyir ki, günahları edirəm, ancaq çəkinə bilmirəm. Yəni, istəyirəm çəkinmək, ancaq çəkinə bilmirəm. Gözəl bir kitab yazır İbn Qayyim rahimehullah, bilirsiniz, bəlkə də eşitmişsiniz, Cevabül Kafi kitabı. Kifayət qədər cavab, təxminən 300 səhifədən ibarət. Bir dənə suala təxminən 300 səhifəli bir kitab yazır, cavab olaraq. Orada o kitabı tövsiyə edirəm ki, oxuyun onu. Rus dilində var. Azərbaycan da var, hə. Azərbaycan dilində də var, türk dilində, hər dildə var. Çox mühüm bir kitabdır. Adı nədir? Azərbaycanca adı Dərd və Dəva gedir. Dərd və Dəva. Elə bir ki, dərd, bəla, elə bir ki, bir də onun dəvası da, şəfası. Və eyni zamanda onun başqa adı da var. Cevabul Kafi limən səələ an sual şəfi. Çox mühüm bir kitabdır. Mən deyərdim ki, hər bir mömin onu, müsəlman onu oxumalıdır. Çox mühüm bir kitabdır. Qoyursan başının altına, hər gecə ondan biraz oxuyursan. Vallahi elə bilirsən ki, səndən danışır. Elə bir insanın özündən danışır. Elə xırdalayır ki, yəni günahlardan necə xilas olmalısan və necə sabit qalmalısan deyə sənə orada sənin öz həyatından danışır. Hətta oxuduqca deyirsən, görən məndən mi danışır yəni? O qədər incəliklərə gedir, xırdalıqlara gedir ki, orada gözəl insana, sanki günahlardan insanı diksindirir. İstəməsən belə. O dərəcədə orada insana onu izah edir. Çox gözəl şəkildə. Ona görə insan o kitabı oxumalıdır. Çünki sabit qalmaq əslində rahat deyil. Mütləq xatırlatma olmalıdır. Necə ki, bizi yaradan Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, fəzəkkir və innə zikra tənfəul müminin. Deyir ki, xatırlat, çünki xatırlatmaq möminə fayda verir. Əgər insan
yəni xatırlatmasa heç zaman sabit qala bilməz. İnsan hər zaman, məsələn, belə oturursunuz məclisdə, məsələn, mütləq bir hədis zikr olunmalıdır. Və eyni zamanda bilirsiniz ki, oturduğun məclisdən Allaha zikr eləmədən qalxarsa insan, elə bir ölü bir leşin üzərindən qalxmış kimi olur. Allah qorusun. Onun üçün mütləq hansı məclis olur olsun, 2 nəfər otursun, 3 nəfər olsun, ən azı bir dənə Allaha zikr olunmalıdır. O zikr olunmayan məclis çox təhlükəli bir məclisdir. Ən azı bir dənə hədis orada zikr olunmalıdır ki, o məclisdə bərəkət olsun. Çünki insan oturub nə danışa bilər ki? Allah subhanahu wa ta'ala dinindən və Rəbbindən başqa nədənsə danışırsansa, o boş məclisdir. Faydasız məclisdir. Yəni orada heç bir nəticə yoxdur. Çünki dünya heç vaxt bitə bilməz. Dünya hər zaman nə qədər danışsan da o bitmir və eyni zamanda da faydası yoxdur. Elə bir vaxt boşa gedir. Ona görə ən azından mömin bu dünyadakı qayəsini yerinə gətirməlidir. Hər oturanda ən azı bir dənə hədis, bir dənə ayət xatırlanmalıdır ki, yəni bir növ zariyyət yığsın. Bir növ özünü xatırlatsın, nəfsini xatırlatsın. Çünki nəfs hər zaman, necə ki Rəbbimiz Yusuf surəsində buyurur ki, İnnən nəfsə ləəmmaratun bis-su. Həqiqətən nəfs hər zaman pislikləri əmr edir. Hər zaman, heç zaman sənə deməz ki, yaxşılıq et, yaxşı işlər gör, savab işlər gör. Hər zaman pisliyi əmr edir. Ona görə nəfsi tərbiyə eləmək, necə ki sələflər buyurardılar ki, şiri tərbiyə eləməkdən daha çətindir. Aslanı tərbiyə eləməkdən daha çətindir nəfsi tərbiyə eləmək. Nəfs yırtıcı heyvandan daha da yırtıcıdır. Çünki pislikləri istəyir, şəhvəti, arzuları istəyir. Hər zaman, harada günah görür, şəhvət görür, istəklər görür, hər zaman onu istəyir. Hər zaman istəyir. Çünki nəyə görə? Çünki nəfs ona əmr edir onu. Eyni zamanda şeytan. İkisi bir yerdə insanı sabit qalmağa qoymur. Və şeytan hər an addım-addım insanı yoldan çıxarır. İstəyirsən ki, düzgün yol gedəsən, şeytan imkan vermir. Düşünün ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər, lə təttəbi'u xutuvati şeytan. Buyurur ki, şeytanın addımlarına tabi olmayın. Şeytan, görün Rəbbimiz necə bir incəliyə toxunur ayət-i kərimədə. Yəni, şeytana tabi olmayın demir. Deyir ki, addımlarına tabi olmayın. Çünki şeytan heç zaman gəlib deməz ki, filan kəs namaz qılma, oruç tutma, filan əməli eləmə. Heç zaman onu deməz sənə. Ağıllıdır. Ona görə deyir, xutuvati şeytan. Addım-addım səni yoldan çıxarır. Bir gün ayılırsan ki, artıq heç nə yoxdur. Müflüs kimi qalmısan. Çünki insan ibadət eləmirsə, o insanın nə dəyər ola bilər ki, Allah qatında. Çünki Rəbbimiz buyurur ki, mən səni yaratdım yalnız ibadət üçün. İbadət eləmirsənsə, deməli, mənim yanımda dəyərin yoxdur. Necə ki, ayət-i kərimədə nə buyurur? Deyir, İnnə əkraməkum indəllahi ətqakum. Deyir, Allah qatında ən hörmətliniz kimlərdir? Allahdan qorxanlarınız. Allah subhanət hələ demədi, malın, pulun, şanın, şöhrətin, heç nə onun üçün maraqlı deyil. Deyir, ən hörmətliniz mənim yanımda, ən dəyərliniz, ən çox Allahdan qorxanınızdır. Və insana təqva da bütün xeyirlərin açarıdır. Bütün xeyirlərin açarı təqvadır. Əgər ona görə hər zaman bütün xütbələrin başında gəlir ki, usikum bi təqvallah. Sizə Allahdan qorxmağı tövsiyə edirəm deyə buyurulur. Bütün kitabların başında gəlir. Çünki təqva bütün xeyirlərin açarıdır. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə deyir ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allahdan qorxarsa, Allah ona hər bir sıxıntıdan ona çıxış yol açar. Heç zaman o insanın sıxıntısı olmaz. Təqva bir sanki səni aparır, düzgün yolda aparır. Qoymur ki, harama düşəsən, xəta eləyəsən, çətinliklərə düşəsən. Hər zaman insan, təqva nə deməkdir? Təqva Allah qorxusudur. Yəni Allahla öz aranda, günahların arasında bir sədd yaradırsan.
Qoymursan günah. Çünki insan günah eləmək istəyir. Hər zaman insan günah eləmək istəyir. Elə bir insan ola bilməz ki, günah eləməsin. Çünki o şirindir. Şəhvəti arzular, onlar şirindir, istəyir insan. Bir haram görür, ona meyillənir. Pisliyi görür, ona meyillənir. Çünki onun nəfsi onu istəyir, onu tələb edir onu. Əsl mömin odur ki, onlara yox deyə bilsin. Yəni ona uymasın. Ona uymursa, deməli, nəfsini islah edib. Ən əsası da insanın həyatında ən mühüm məqam odur ki, tək olanda Allahla olan vəziyyəti, halı necədir? Ən əsas insanın həyatında budur. Əgər insanlar arasında yaxşısansa və təklikdə günah edirsənsə, günahlara meyillənirsən və günahlara cürət edirsənsə, deməli, Allahla sadiq deyilsən. Necə ki, ayət-i kərimədə Rəbbimiz buyurur ki, يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللّٰهِ. Bir ayət-i kərimənin incəliyinə bax. Deyir, Allah, insanlardan həya edirlər, Allahdan yox. Çox mühüm məqamdır. İnsan, kimsə yaxın adam ona günah eləyəndə görəndə özünü gizlədir, qaçır, orada eləmir. Ancaq düşünmür ki, o insan heç kimdir. Yerlərin, göylərin sahibi səni izləyir. Bir an belə səni nəzarətsiz qoymur. Eyni zamanda qara qarışqanın ayaq səslərini belə Allah subhanahu wa ta'ala eşidir, görür onu. Ona görə insan sadəcə zəif məxluqdur ki, Rəbbindən çəkinmir, insanlardan çəkinir. Ona görə Rəbbimiz bu ayət-i kərimə ilə bizlərə dərs verir ki, deyir, يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللّٰهِ. Deyir, insanlardan həya edirlər, çəkinirlər, ancaq Allahdan çəkinmirlər. Ona görə bir insan Allahdan çəkinmirsə, deməli o islah olmayıb. O Allahla sadiq deyil. Hətta bir növ onda nifaq əlaməti var. Yəni münafiqlik əlaməti var. Ki sən insanlara gözəl göstərirsən özünü təklikdə isə istədiyini edirsən. İnsanın deyir, alimlər buyururlar ki, insanın özünü tanımaq istəyirsə təklikdə baxsın. Hər bir insan özünün kim olduğunu bilmək istəyirsə, onu təklikdə baxsın. Özünü necə aparır? Əgər yaxşı aparırsa, deməli, Allahla sadiqdir, Allahla düzgündür. Əgər əksidirsə, onda nəfsini islah eləməlidir. Nəfsinin üzərində çalışmalıdır. Çünki belə ölərsə, vay onun halına. Bir növ nifaqın bir əlaməti ilə gedər. Ki Allahla başqa cür oldu, insanlardan başqa cür. Çünki sənə bu dünyadan getdikdən sonra sənə insanlar fayda verməyəcək. Sənə Rəbbin fayda verəcək. Qəbirdə sənə heç bir insan sənə gəlib kömək edə bilməz. Orada Allah subhanahu wa ta'ala o sənə kömək edəcək. Və salih əməllərin. Çünki insan, düşünün ki, möhtərəm qardaşlar, insan gözünü yumdu, artıq onun qiyaməti qopdu. Əgər sən günahla və Allaha ibadət etmədən gedərsənsə, vay o insanın halına. Çünki dünyadan gözlərini yumdun, artıq sənin kitabın bağlandı. Ondan sonra səni əbədi bir həyat gözləyir. Sonu olmayan bir həyat gözləyir. Allah subhanahu wa ta'ala hər birimizi tək-tək hesaba çəkəcək. Ki, mən səni nə üçün yaratdım və sən nə üçün yaşadın? Artıq orada insan peşman olacaq. Deyəcək, ya veylətə, kaş ki, ayət-i kərimədə gəlir ki, ya veylətə, leytəni ləm ətəxiz fulənən xalilə. Kaş ki, filan kəsi özümə dost tutmayaydım. Nə üçün? Ləqəd əzəlləni ani zikri bə'də idcəəni. Mənə gəldikdən sonra, məndən dost olduqdan sonra məni azdırdı. Orada peşman olacaqdı. Ya veylətə. Başqa insanlar deyəcək ki, ya leytəni kuntu turabə. Kəş ki, torpağa dönəydim. Ki, yəni bu hesabı görməzdim. Bəzi insanlar deyəcək ki, Rabbirci'uni, ey Rəbbim, məni qaytar.
Deyəcək, bu dünyaya qaytar. Nə üçün? Deyəcək, ləalli ə'məlu salihan. Gedim yaxşı əməllər. Çünki gedib orada Allah subhanahu wa ta'ala bizə Quran-ı Kərimdə buyurduqlarını görəcək ki, hər şeyi görəcək. Ondan sonra deyəcək ki, məni qaytar ey Rəbb. Rabbirci'uni, məni qaytar. Qaytar gedim, yaxşı işlər görüm. Salih əməllər edim. Ancaq axirət üçün çalışım. Rəbbimiz nə deyəcək ona? Kəllə. Heç vaxt. Artıq keçdi. Artıq keçdi. İnnəhə kəlimətun huvə qailu. Deyir, o söz özünə qayıdacaq. Ona görə bu dünyada, möhtərəm qardaşlar, fürsətdir ki, bir insan çalışsın və o gün peşman olmasın. Bu dünyada hər bir insan çalışmalıdır ki, o gün peşman olmasın. Çünki bugün fürsətdir. Nə qədər ki fürsət var, onu dəyərləndirməliyik. Çünki bu dünya boşdur, vallahi. Onu Rəbbimiz dünyanı sizlə adlandırıb, ayət-i kərimədə. Buyurur ki, İnnəməl həyətud dünya ləibun və ləh. Deyir, dünya həyatı deyir, oyun oyuncaqdan ibarətdir. Onu Rəbbimiz, bizi yaradan və dünyanı yaradan Rəbbimiz onu bir ayət-i kərimədə çox gözəl bizlərə təsvir edir. Buyurur ki, İnnəməl həyətud dünya ləibun və ləhvun və zinə və təfəxurun beynəkum və təkəthurun fil əmvali vəl-əvlədi كمثل غيث أعجب الكفار ثم نباته ثم يهيج فتراه مصفرا ثم يكون حطاما وفي الآخرة عذاب شديد ومغفرة من الله ورضوان وما الحياة الدنيا إلا متاع الغرور. Bu ayet-i kerime bütün hayatı başa salır bizlere. Rabbimiz təsvir edir. Kısaca bunu diye inşallah tamamlayaq. Çünkü çok mühüm ayədir. İnsanın həyatı Rəbbimizin təsvir eləməsi həqiqətən də insan üçün çox önəmlidir. Buyurur ki, İnnəməl həyətud dünya ləibun və ləhvun. Həqiqətən bu dünya həyatı oyun oyuncaqdır. Sonra deyir ki, və zinə, zinət. Yəni, dünya zinətlənir. İnsan da onu istəyir, ona meyillənir. Sonra buyurur ki, və təfəxurun beynəkum. Bir-birinizə fəxr eləməkdir. İnsanlar hər zaman nə edir? Bir yerə yığışanda. Öyünürlər, fəxr edirlər. Rəbbimiz bunu təsvir edir ki, dünyanın halı budur. Sonra buyurur ki, وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ. Dünya deyir, mal, dövlət, çoxaltmaq yeri və oğul, uşaqla öyünmək. Yəni, insanların halı budur. وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ. Sonra Rəbbimiz bir əkincini misal çəkir o ayət-i kərimədə. Deyir, كَمَثَلِ غَيْسٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا. Deyir, bir əkinciyə bənzəyir dünya. Deyir, bir toxumu atır, torpağa, münbit bir torpağa bir toxum atır və deyir, o torpaqda o toxum cücərdikcə o ondan ləzzət alır. Cücərir, fərəhlənir və ləzzət edir ona. Və başlayır, o böyüyür, 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 meyvə açır. Yaşıllaşır, gözəlləşir. Necə ki, insan kimi də cavan olur, güclü olur, hər bir şey olur əlində və Allah subhanahu wa ta'ala bir bitkini misal çəkir. Toxum səpilir. İnsan da bir toxumdan əmələ gəlir. Bir su nöqtəsindən əmələ gəlir. Və o deyir, o bitki böyüyür, böyüyür, meyvə verir, bəhra verir. Sonra Rəbbimiz buyurur ki, كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا. Sonra tam yaşıllaşır, gözəlləşir, sonra başlayır saralmağa. Sonra saralır, sararır, sonra başlayır ثُمَّ يَكُونُ حُطَامًا. Sonra başlayır çör-çöpə dönməyə. ثُمَّ يَكُونُ حُطَامًا. Sonra torpağa qarışır. Və deyir, dünyanın misalı deyir, bu bitkinin misalı kimidir. Birinci, cücərir, böyüyür, cavanlaşır, gözəlləşir, güclənir, sonra solur. Necə ki, insan yaşlaşanda solur və beləliklə yavaş-yavaş gedir Rəbbinə tərəf. Ona görə ayət-i kərimənin sonunda buyurur ki, وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ. Ahirətdə şiddətli əzab var, deyir Rəbbimiz. Bu ayət-i kərimədən deyirimiz, yəni nəticə çıxarın. Sonra Rəbbimizin məğfirəti də var. Deyir, وَمَغْفِرَةٌ مِنَ اللّٰهِ. Və eyni zamanda deyir, Rəbbimizin məğfirəti də var, bağışlaması da var. وَرِضْوَانٌ مِنَ اللّٰهِ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Və sonunda buyurur ki, dünya həyatı yalnız bundan ibarətdir. Qısaca. Ona görə, möhtərəm qardaşlar, öz nəfsimə, sonra da sizlərə tövsiyə edirəm ki, yəni dünyaya allanmayaq. Dünya, bəli, insan yaşamalıdır, ancaq dünyana mühüm həyat qayəsi dünya deyil. İnsan ahirətini qazanmalıdır. O gün peşman olmamaq üçün, o gün
Rəbbinə düzgün hesab vermək üçün axirəti qazanmalıyıq. Necə ki, Rəbbimiz ayət-i kərimdə deyir, يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ. O gün bir çox üzlər qaralacaq, bir çox üzlər də ağaracaq. Ona görə insan üzünün ağ olmasını istəyirsə, xeyir əməlləri artırmalıdır və haramlardan çəkinməlidir və düzgün həyat yaşamalıdır. Düzgün həyat yaşamalıdır və Rəbbinlə də düzgün davranmalıdır ki, o gün peşman olmasın. Allah hər birimizi bağışlasın. Rəbbimiz hər birimizə rəhm etsin. Bizləri doğru din üzərində sabit etsin. Allah subhanahu wa ta'ala işli faydalanlarını etsin. Allah subhanahu wa ta'ala son nəfəsimizə qədər hər birimizi doğru din üzərində sabit etsin. Sallallahu aleyhi ve sellem ala nebiyyina Habibina Muhammed. Allah razı olsun.